Sizlərdən vaxtı çox itirmədən müzakirəmizə keçək. Studiyamıza qonaq dəvət etmişik. Siyasi şərhçi Rəşad Bayramov bizimlədir. Xoş gəlmisiniz Rəşad bəy. Xoş gördük. Xəbərlər çıxır xarici mediadan. Təbii ki, bunlar iddialar üzərindədir ki, hətta yaxın bir zamanda yekunlaşa bilər. Növbəti görüş də növbəti həftə üçün planlaşdırıla bilər. Məsələn, yenə məkan olaraq İslamabad seçilə bilər. Və bununla paralel olaraq da Birləşmiş Ştatlar İrandan bugün cavab gözləyir. Axır son bir tarixdir, deyilir deyilməyini. Gəlmədiyi təqdirdə bu azadlıq layihəsi hansı ki, Pakistanın xahişi ilə müvəqqəti dondurub, aradan qaldırıb deyir Donald Trump, onu yenidən gündəmə gətirə bilər deyir. İndi bugünkü İranın cavabından başlayaq. Növbəti məhz İslamabad görüşlərindən davam edək. Təbii ki, əslində baş verənlər Amerika Birləşmiş Ştatları tərəfindən maksimal təzyiq siyasətinin davam etdirilməsidir. Yəni Trump, siz də qeyd etdiyiniz kimi, davamlı şəkildə 3 gün müddətinə cavab gözləyirəm, 48 saatınız qaldı və s. və ilə axır kimi bəyanatlarla çıxış eləyib. Bu, təbii ki, İranı bu və digər şəkildə güzəştlərə məcbur etməyə yönələn fəaliyyətdir, faktiki olaraq. Amma prinsip etibarilə tərəflərin hər ikisi, belə deyək, idarə olunan gərginlik modelinə bir keçid eləyiblər. Yəni, başqa sözlə, bu günləri hər iki tərəf özü üçün bu və digər şəkildə geri addım atmağı bir nüfuz etkisi kimi qəbul edir. Amerika Birləşmiş Ştatları özünün süper güc obrazının, bu nüfuzunun itirilməsindən və eyni zamanda qərarların artıq daxili auditoriyada sorğulanmasından narahatdır. Bu və digər şəkildə güzəştə etməkdə. İran isə güzəşti təkcə, belə deyək, nələrisə itirmək yox, eyni zamanda daxildə rejimin özünün legitimliyinin şübhə altına alınmasına gətirib çıxaracağı qənaətindədir. Çünki artıq sən bu və digər şəkildə Amerika Birləşmiş Ştatlarına nədəsə güzəştə edirsənsə, sən daxildə mövqe itirirsən. Xüsusən də, belə deyək, onsuz da parçalanmış bir hakimiyyət faktiki olaraq İranda fəaliyyət göstərir. Siyasi hakimiyyət, hərbi hakimiyyət və s. kimin nə etdiyi də faktiki olaraq bilinmir. Və o baxımdan Amerika Birləşmiş Ştatları da davamlı şəkildə bu cür təzyiqlə həm, belə deyək, danışıqlara müsbət yanaşan tərəflərə mesajını çatdırır, həm də danışıqlar istəməyən və yaxud da danışıqlar nəticəsində hər hansı bir güzəştə hazır olmayan tərəflərə mesajını vermiş olur. Amerika Birləşmiş Ştatlarına da başa düşmək olar. Doğrudan da adamların işi çətindir. Yəni, belə deyək, rəsmi seçkili qurumlarla bir danışıq aparırlar. Səhər Sepah oradan tankerlərə hücum eləyir, onunla ayrıca danışıq aparırlar. Yəni, vahid bir danışıq apardıqları, belə deyək, şəxs də yoxdur. O baxımdan onlar da problem yaşayırlar. Ona görə də Trump davamlı şəkildə bütün tərəflərə demək olar ki, bu şəkildə sərt çağırışları eləyir. Amma nədənsə daha çox da belə həvəslidir. Sanki canfəşanlıq edir, harasa tələsir. Təbii ki, bu harasa tələsliyi də bu Çin səfəri ilə bağlıdırmı? Yoxsa baxın, Çin səfəri də var burada faktiki olaraq daxildəki vəziyyət də var, seçki ili məsələsi var. Bir aydan sonra Amerika Birləşmiş Ştatlarında yubiley ilidir, Trumpın özünün ad günüdür və s. O qədər, yəni, seçki kampaniyasına, noyabrda keçiriləcək aralıq seçkilərinin kampaniyasına start verilir bir aydan sonra. Yəni, bütün bunların fonunda təbii ki, bu və digər şəkildə prosesin tez həllində maraqlıdır Amerika Birləşmiş Ştatları. Amma biz belə atılan addımlara baxanda görürük ki, əslində baxın, bir tərəfdən sərt bəyanat verib, ardınca da danışıqların bərpa olunma ehtimalından danışılırsa, bu o deməkdir ki, danışıqlar prinsip etibarilə dayanmayıb. Yəni, əgər hansısa layihədən və yaxud da tərəflərin biz son 10 gün ərzində İran tərəfindən 3 dəfə təklif göndərildiyini bilirik və Amerika Birləşmiş Ştatlarında bu təkliflərdən Trump birinci dəfə dedi ki, birincini rədd etdim, ikinci dəfə daha uyğun bir təklif verdilər, sonra ondan da imtina etdi, üçüncü dəfə daha uyğun bir təkliflə çıxış elədilər deyil. Yəni, faktiki olaraq bu o deməkdir ki, bu və digər şəkildə kölgədə də olsa, arxa planda da olsa, rəsmi üz-üzə oturmasalar da bir masada, amma danışıqlar davam eləyir. Yəni, indi də prosesin əslində uzadılması, yəni gələn həftə görüş keçirilmə ehtimalı və yaxud da o görüşdə belə danışıqların davam etdirilməsi üçün anlaşma memorandumunun, yəni təsəvvür edin, danışıqlarda nəyinsə müzakirəsi yox, danışıqların davam etdirilməsi üçün anlaşma memorandumunun hazırlanmasından söhbət gedirsə, bu o deməkdir ki, çox mərhələlidir. Həm çox mərhələlidir, həm də burada qeyd etdiyimiz məqam xüsusi olaraq diqqət çəkir. Mən atəşkəs elan olunan gündən dediyim fikri yenə təkrar eləmək istəyirəm. Trump bu günləri dəniz blokadasını təkcə İrana qarşı eləmir.
İrana qarşı tətbiq olunan dəniz blokadası böyük ölçüdə həm də Çinə qarşı bir hərəkətdir. Bəli. Və Tramp Çinlə görüşə gedəndə əli dolu getmək istəyir. Bu blokadanın da masaya yatırılması və Çin tərəfindən güzəştlərə nail olunmasına nail olmaq istəyir. Və bu və digər şəkildə aralarında Amerika Birləşmiş Ştatları və Çinin hər hansı bir, belə deyək, uyğun sazişi imzalanacaqsa, söhbət ticari müqavilələrdən gedir, iqtisadi münasibətlərdən gedir. Yəni, onsuz da məcburdular bu və digər şəkildə nəyəsə razılaşacaqlar. Amerika Birləşmiş Ştatları ilə Çin dünyanın iki iqtisadi süper gücüdür və onların bir-birinə inteqrasiyası o qədər baş tutub ki, birinin o birindən ayrılıqda bir iqtisadiyyat qurması çox uzun bir dövrə əhatə eləyəcək. Onsuz da nəyəsə razılaşacaqlar. Amma Tramp istəyir ki, bu danışıqlarda daha çox şey əldə eləsin və ona görə də dəniz blokadası kartını da əlində saxlayacaq. Yəni, sabahları İran, mən tamamilə əminəm, sabah İran, Amerika Birləşmiş Ştatlarının tələb etdiyi bu və ya digər məsələyə hə deyəcəksə də belə, Trump bu məsələni Çin səfərinə qədər uzadacaq. Necə ki, 2 dəfə, 3 dəfə təklifləri, belə deyək, kənara atdı və daha uyğun təkliflə çıxış etmələrini tələb etdi. İndi də nə təklif olsa, o prosesdə uzadılacaq ta ki, Çinə səfərə qədər. Onda deyirsiniz, azadlıq layihəsi bəhanə kimi gətirilsə də, amma yenə də eləyəcəkmi onu? Çünki xeyr eləyir. Və bu arada İranın həqiqətən nə dərəcə qorxmasına səbəb olur? Azadlıq layihəsi prinsip etibarilə xeyr eləmir. Yəni, belə deyək. Bəs niyə ondan təhdid eləyir? Ya da başqa bir yollar, digər şeylər deyə bir əlavə eləyir? Baxın, azadlıq layihəsi faktiki olaraq İran blokadasının qalması, amma paralel olaraq Hörmüzdən digər ölkə, yəni Körfəz ölkələrinin məhsullarının bazara çıxarılması üçün təhlükəsizlik koridorunun yaradılması deməkdir, düzdürmü? Onsuz da təkcə İranın, belə deyək, bazara çıxartdığı məhsulları almır ki, Çin. Körfəz ölkələrinin ümumiyyətlə Hörmüzdən keçən məhsulların böyük hissəsinin alıcısıdır Çin, bu və ya digər şəkildə. Yəni, sabahları hətta İran blokadada qalsa belə, amma azadlıq layihəsi nəticəsində Körfəz ölkələrinin məhsulları bu və ya digər şəkildə bazara çıxarılacaqsa, Çin rahatlayacaq bundan. O baxımdan indi o azadlıq layihəsi və s. bəyanatlar faktiki olaraq Körfəz ölkələrinin Amerika Birləşmiş Ştatlarına artıq aradan qalxmış ehtimadının bərpası istiqamətində verilmiş mesajdır. Yəni, bu günləri Körfəz ölkələri böyük ölçüdə artıq Amerika Birləşmiş Ştatlarının nə təhlükəsizlik çətirinə, nə onları qorumasına, nə belə deyək, enerji məhsullarının bazara çıxarılmasına, kömək etməsinə və s. heç nəyə inanmırlar. Ona görə də Trump başlamışdı azadlıq layihəsini. Niyə davam etdirmədi? Deyilənə görə Pakistan xahişi ilə, bəli. Pakistan onsuz da nə edirsə, Amerika Birləşmiş Ştatlarının dediyi ilə eləyir. Yəni, Amerika Birləşmiş Ştatları deyir ki, sən çıx ortaya. Sən məndən xahiş elə. Sən çıx ortaya, bəli, bu atəşkəs elan elətdir, mən onu elan eləyim. Sən nüfuz qazan, mən də, belə deyək, öz hazırladığım plan üzrə hərəkət edeyim. Yəni, o baxımdan mən düşünmürəm ki, Trump Pakistanın bir dənə xahişi ilə azadlıq layihəsindən, belə deyək, həyata keçirilməsinə imtina elədi. Bu sadəcə olaraq vaxtı, belə deyək, udmağa, amma bu vaxt müqabilində də digərlərini, Körfəz ölkələrini və regiondakı müttəfiqlərini özündən narazı salmamağa hesablanmış bəyanatlardır. Çinlə görüşdə, yenə deyirəm, əgər indiyə qədər ənənəvi ticarət dövriyyəsi ilə bağlı fərqli bir mövqe ortaya qoyulacaqsa, yəni indiyə qədər nə idi? İndiyə qədər tutaq ki, bir misal deyim sizə, tutaq ki, Amerika Birləşmiş Ştatları Çindən ildə 500 milyard dollarlıq məhsul alırdı. Çin Amerika Birləşmiş Ştatlarından 200 milyard dollarlıq. Trump deyir ki, bu dizbalansı aradan qaldırmalıyıq. Mən niyə sənə daha çox pul verirəm, sən məndən az məhsul alırsan? Bunun bərabərləşdirən bir saziş imzalamalıyıq. Və bu fonda buna nail olacaqsa, onda Çinin artıq dəniz blokadasının götürülməsi və biz bilirik də Çinin İrana təsir imkanları da kifayət qədərdir. Yəni, İranın bu günlər ayaqda durması faktiki olaraq Çin hesabına baş verir. Söhbət təkcə, belə deyək, silah ötürülməsindən, texnologiya ötürülməsindən getmir. Söhbət həm də uzun müddətli kreditlərdən gedir, söhbət maliyyə vəsaitindən gedir, iqtisadi dəstəkdən gedir. Bu diplomatik turun məqsədi də oydu mu Arakçının? Rusiyaya, Pakistana, Çinə? Təbii ki, oydu və həm də Trumpla görüşdən öncəki Çinin nələrdə güzəştə edib, nələrdə getməyəcəyi ilə bağlı bir ümumi mənzərəni formalaşdırmaq lazım idi. Çin özü üçün də bu lazım idi ki, misal üçün, dəniz blokadasının götürülməsi müqabilində İran əlində olan zənginləşdirilmiş uranı təhvil verə bilərmi? Yəni, Çin bu məsələni masaya yatıra bilərmi? Və mən düşünürəm ki, böyük ölçüdə bu hal-hazırda Amerika Birləşmiş Ştatları və İran arasında gərginlik böyük ölçüdə aradan qaldırılması da məhz Çin səfərindən
və orada əldə olunan nəticələr hesabına baş verəcək. Ona görə Çin səfərindən sonraya saxlanılır bu Pakistan görüşü, bir aylıq danışıqlar dövrü və s. və ilaxır. Çin böyük ölçüdə təsir göstərə bilər İrana bu istiqamətdə. Mən demirəm ki, nüvə proqramı ilə bağlı dərhal bir razılaşma əldə olunacaq, yox. Amma belə deyək, dəniz blokadasının götürülməsi müqabilində saflaşdırılmış uranın üçüncü bir ölçüyə təhvil verilməsi fonunda müharibənin tamamilə dayandırılması və bundan sonra artıq qeyd edildiyi kimi bir aylıq, nə bilim, sonra da uzadıla bilər, 2 aylıq və s. danışıqlara başlanılması. Prinsip etibarilə bu 40 günlük müharibədən öncə Cenevrədə keçirilən görüşdən sonra biz Oman Xarici İşlər Nazirliyi və Ərəqçinin ikisinin verdiyi bəyanata baxsaq, əslində eyni şey orada razılaşdırılmışdı da. Yəni, İran onsuz da deyirdi ki, mən zəncirləşdirilmiş uranı verirəm arasa. Amma proqram olaraq dinc məqsədlər üçün saflaşdırılmağıma nüvəni icazə verilsin, beynəlxalq koalisiyanın belə deyək nəzarəti altında və bu razılaşdırılmışdı. Hətta o həddə qədər razılaşdırılmış ki, yekun sazişin imzalanması üçün martın 2-sində ekspert qruplarının artıq görüşü keçiriləcəkdi. Amma 28-i hərbi əməliyyatlar başladı. Yəni, indi də İran prinsip etibarilə dediyim məsələlərlə bağlı güzəştə edə bilər. Çünki İranın faktiki olaraq mövqeyində hər hansı bir dəyişiklik olmayacaq. 40 günlük müharibədən qabaq nə deyirdisə, indi də faktiki olaraq Amma indi sanki bu saflaşdırılmış uranın verilməsində sanki biraz fikirlərini dəyişiblər. Daha çox da bu Bəqainin açıqlamasında ən çox belə bir sərt mövqeləri biz görürük və bu saflaşdırma müddətinin 20 ilə qədər uzadılma məsələsi, yəni məhdudlaşdırma baxımından. Yəni Birləşmiş Ştatların tələblərindən biri budur. İran da bunu qəbul eləməyib, sanki bir 5 ildə azaldaq deyib, 15 ildə bir ortaq məxrəcə gəldikləri də deyilir, 12 ildə deyilir. Bəli. Yəni bundan bağlı da bir razılaşacağını düşünürsünüzmü? Təbii ki, baxıb mən onu deyirəm. Yəni İranın saflaşdırılmış əlində olan uranı təhvil verməsi bir şeydir. Bundan İran heç nə itirməyəcək böyük ölçüdə. Bəqainin nə deməsindən asılı olmayaraq. Yəni biz indiyə qədər İran rəsmiləri tərəfindən Amerika Birləşmiş Ştatlarına heç bir danışığa getməyəcəyi kimi bəyanatları da eşitmişik, amma qaça-qaça İslamabada getdiklərini də görmüşük. Hətta ikinci dəfə də getdiklərini, amma Veskinin gəlməməsi səbəbindən baş tutmadı. Yəni, o baxımdan indi Trump nə deyir, Bəqai nə dedi, Qalibov nə dedi, bunlar hamısı sadəcə olaraq belə deyək, təsir və təzyiq elementləridir. Təbii ki, İran indi ortada Amerika Birləşmiş Ştatlarının hər hansı bir güzəşt mövqeyi olmayacağı halda indi mən uranı təhvil verməyə hazıram desə, faktiki olaraq danışıqlar masasına artıq 1-0 geridə başlamış olacaq. Çünki öz əlində olan kartlardan birini indidən verməyə hazır olduğunu bəyan eləyir. Danışıqlar prosesində baş verəcək. Amma yenə deyirəm, söhbət ümumiyyətlə dediyiniz uranın ümumiyyətlə nüvə proqramının davam etdirilməsi, 20 il, 12 il və s. dondurulması hesabına davam etdirilməsindən gedirsə, bu bir gün, 3 günün, 5 gün içində razılaşdırılan məsələ deyil ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında birinci nüvə sazişinin belə deyək, imzalanması üçün aylarla, hətta bir ildən də daha artıq dövrdə danışıqlar getdi. Nəticə etibarilə tərəflər ortaq bir məxrəcə gəlib, bir masa arxasında bir sənədi imzaladılar. O baxımdan o ikinci dərəcəli bir şeydir. O müharibənin dayandırılmasından sonra bir neçə ay, indi qeyd olunan kimi, bir neçə ay davam etdirib danışıqları ümumi ortaq məxrəcə gəlmək mümkündür. Ya da ki, indiyə qədər əslində razılığa gəliblər, sadəcə olaraq rəsmiləşdirmək məsələsi var. O baxımdan əsas məsələ indi o deyil. İndi əsas məsələ bu günlər gərginliyin davamlı olaraq bir eskalasiya riski var da tərəfi. Bu eskalasiya riskinin tamamilə aradan qaldırılması üçün bu günləri real addımlar, tərəflərin atacağı addımlar ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları dəniz blokadasını götürür, İrana nəfəs almaq imkanı verir, İran öz məhsullarını bazara çıxarmaq imkanı əldə edir və bunun fonunda təbii ki, İran da Körfəz ölkələrinin məhsulları bazara çıxarmasına maneçilik törətmir, Hörmüz blokadasını götürür. İran da belə deyək, ilkin addım olaraq əlində olan saflaşdırılmış uranı təhvil verir. ABŞ bunu qələbə kimi elan eləyir ki, mən aldım əllərindən, vermirəm deyirlər. İran da özü üçün qələbə elan eləyir ki, ABŞ məcbur olub blokadanı götürdü və biz işimizi davam etdiririk. Yəni, hər iki tərəfin prosesdən özünü uduşla çıxmasını bəyan etmək üçün imkanlar var və Çin bu istiqamətdə düşünürəm ki, vacib addımlar atacaq. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram təhlilləriniz üçün Rəşad Bayramov, siyasi şərhçi qonaq.